Hər bir sahibkarın öz fəaliyyətinə başlaması, biznesini təşkil etməsi üçün VN alması vacib şərtlərdəndir. VN sahibkarlıq fəaliyyətinin qanuni şəkildə həyata keçirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və rəsmi maliyyə əməliyyatlarının aparılması üçün unikal identifikasiya nömrəsidir. Bu nömrəyə sahib olan hər hansı bir fiziki və ya hüquqi şəxs eyni zamanda vergi ödəyicisinin dövlət tərəfindən tanınmasını və rəsmi qeydiyyatda olmasını təmin edir. İqtisadi fəaliyyətin rəsmiləşdirilməsi və vergi münasibətlərinin düzgün qurulması üçün vacib anlayışlardan biri vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olan VN-dir. VN nədir, kimlər üçün zəruridir, sahibkarlıq subyektlərinin üçün hansı böyük əhəmiyyəti daşıyır, mən istərdim bu barədə məlumat verim. VN vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Bu nömrə eyni zamanda dövlət vergi sistemində vergi ödəyicisinin tanınması üçün, onun fəaliyyətinin düzgün qurulması üçün, fəaliyyətinin şəffaf aparılması üçün zəruri olan bir eyniləşdirmə nömrəsidir. Hər bir sahibkar, istər fiziki şəxs olsun, istər hüquqi şəxs olsun, öz rəsmi fəaliyyətinə başlamazdan öncə qanunvericiliyin tələblərinə uyğun olaraq vergi orqanlarında qeydiyyata durmalıdır. Və bu qeydiyyatın rəsmiləşdirilməsi zamanı ona identifikasiya nömrəsi olan məhz haqqında danışdığımız VN verilir. Yəni, VN əslində dövlət vergi orqanlarında vergi ödəyicilərinin qeydiyyatını bildirən unikal bir sənəddir. VN ilk növbədə sahibkarlıqla məşğul olan şəxslərin fəaliyyətinin, şirkətlərin, müəssisələrin, istənilən təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi üçün əsas giriş sənədidir. Bu, mağaza açmaq istəyən şəxslər üçün də, xidmət göstərmək istəyən şəxslər üçün də, istehsalla məşğul olmaq istəyən şəxslər üçün də, istənilən bir halda gəlir əldə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün vacib bir sənədləşmə prosesidir. İstənilən bir sahibkarlıq subyekti fəaliyyətə başlamazdan öncə mütləq qaydada vergi orqanlarında uçota alınmaqla VN əldə etməlidir. VN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi imkan verir ki, sahibkara o dövlət qeydiyyatını rəsmiləşdirmiş olsun, istənilən bank hesabını banklara müraciət etməklə aça bilsin, rəsmi qaydada istənilən fiziki və ya hüquqi şəxslərlə müqavilələr bağlaya bilsin, hansısa xidmətləri, işi, məhsulun satışını təmin etməklə, yəni təqdim edilməsini təmin edə bilsin. VN şəffaf biznes mühitinin formalaşmasında mühüm rol oynayır. Bu sistem eyni zamanda sahibkarlara qanunvericiliyin verdiyi hüquq və güzəştlərdən yararlanmağa geniş imkanlar açır. Bütün bunlarsa onların hüquqlarının qorunması, iqtisadiyyatın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Vergi ötərişlərinin yerinə yetirilməsi üçün də VN şərtdir, həm də şəffaf vergi sisteminin qurulmağı üçün önəmli bir sənəddir. Sahibkarların hüquqlarının qorunması eyni zamanda onların iqtisadi münasibətlərdə etibarlılığının təmin olunması üçün də böyük əhəmiyyət daşıyır. Çünki iqtisadi dəyər sistemində şəffaflıq xüsusilə əhəmiyyətli bir məsələdir və şəffaflığın da əsasında düzgün uçot sistemi, dürüst rəsmiləşdirmə dayanır. Bu baxımdan dövlət büdcəsinin formalaşmasında xüsusilə əhəmiyyət kəsb edən sahibkarlıq subyektlərinin sağlam biznes mühitinin qurulmasında, formalaşmasında və inkişafında əhəmiyyət kəsb edən bütün sahibkarlıq subyektlərinin VN əldə etməklə fəaliyyətləri təmin oluna bilər. Yalnız dövlət qeydiyyatına, vergi uçotuna alındıqdan sonra bütün vergi ödəyicilərinin fəaliyyəti tənzimlənə bilər. VN vasitəsilə həm də vergi orqanları sahibkarlıq subyektlərinin uçotuna aparır, onları mütəmadi öz fəaliyyətlərinin düzgün icrasında nəzarət mexanizmini təşkil edir, onların fəaliyyətinə nəzarəti həyata keçirir və VN vasitəsilə müxtəlif çeşidli təhlillər aparılmaqla bir növ iqtisadi dəyər payında hər bir sahibkarın fəaliyyəti nəzarətə götürülmüş olur. Bu baxımdan biz nəzərə almalıyıq ki, güclü iqtisadiyyatın təməlində şəffaf və dürüst uçot sistemi dayanır. Bunun üçün də əlbəttə qeydiyyat proseduru mütləq və zəruridir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər VN alaraq rəsmi şəkildə gəlir əldə edib vergi ödəyə bilirlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq təsis edilən müxtəlif şirkət və təşkilatların fəaliyyətlərinin rəsmiləşdirilməsi üçün VN-in alınmasının üstünlüklərindən biri də sağlam biznes mühitinin yaradılması, sahibkarların öz imkanlarından etibarlı şəkildə istifadə etmələrindən ibarətdir.